2016-cı ilin aprel döyüşləri Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin tam bərpasına gedən yolun həlledici mərhələsinin başlanğıcı. Azərbaycan ordusunun gücünü, qüdrətini, iradəsini, döyüş əzmini və real imkanlarını ortaya qoyan dönüş nöqtəsi. Bəli, bu hadisələr təkcə ön xəttdə nümayiş etdirilən qəhrəmanlıq nümunələri ilə deyil, həm də ordumuzun müasir taktiki manevr imkanlarını praktiki müstəvidə sınaqdan keçirməsi baxımından xüsusi əhəmiyyət daşıyırdı. Aprel əməliyyatları bariz şəkildə göstərdi ki, ordu yalnız müdafiə deyil, eyni zamanda çevik və məqsədyönlü hücum strategiyalarını da uğurla tətbiq etmək gücündədir. Azərbaycan ordusu Ermənistan silahlı qüvvələrinin sərhəd və sərhədyanı yaşayış məntəqələrinə yönəlmiş hücum cəhdlərinin qarşısını qətiyyətlə alaraq düşmənin canlı qüvvəsinə, hərbi texnikasına və mühəndis istehkam infrastrukturlarına sarsıdıcı zərbələr endirdi. Yüksək dəqiqliklə icra olunan əməliyyatlar nəticəsində Füzuli, Cəbrayıl və Ağdərə istiqamətlərində işğal altında olan 2000 hektardan artıq ərazi azad edildi. Eyni zamanda minlərlə hektar sahə üzərində Azərbaycan ordusunun nəzarəti tam təmin edildi. Talış kəndi və strateji əhəmiyyətli Lələtəpə yüksəkliyi işğalçılardan təmizləndi. Düşmənin mövqeləri sıradan çıxarıldı. Bu əməliyyatlar həm də mülki əhalinin təhlükəsizliyini təmin etdi. Uzun illərin tilsimini qıraraq işğal altında qalmış sərhəd kəndlərinə, o cümlədən Cocuq-Mərcanlıya sakinlərin qayıtmasına şərait yaratdı. Bununla yanaşı aprel döyüşləri erməni təbliğat maşınının uzun illər ərzində formalaşdırdığı erməni ordusunun üstünlüyü iddialarının əsaslığını aşkara çıxararaq Ermənistanı siyasi böhrana sürüklədi. Azərbaycanı isə şanlı zəfərə bir qədər də yaxınlaşdırdı. Cəmi 4 gün davam edən döyüşlərdə əldə olunan əməliyyat təcrübəsi, sınaqdan keçirilən taktiki yanaşmalar və formalaşan döyüş ruhu sonraki illərdə daha da təkmilləşdirilərək vətən torpaqlarının işğaldan azad olunmasında mühüm rol oynadı. Bir neçə gün davam edən aprel döyüşləri bizim qələbəmizlə nəticələndi. Ermənistan məcbur oldu, yerinə oturduldu. Torpaqlarımızın bir hissəsini biz işğalçılardan azad etdik. Göstərdik ki, bizi heç kim və heç nə yolumuzdan döndərə bilməz. Bugün aprel döyüşlərinin 10-cu il dönümündə həmin hadisələr yalnız hərbi uğur kimi deyil, həm də milli birliyin, siyasi iradənin və strateji baxışın təntənəsi kimi xatırlanır. Dünyada mürəkkəb geosiyasi vəziyyətin hökm sürdüyü bir vaxtda Azərbaycan yalnız hərbi gücünü deyil, eyni zamanda sülh təşəbbüslərini də ön plana çıxararaq regionda sabitliyin təmin olunmasına mühüm töhfə verir. Müasir çağırışlar fonunda ölkəmiz təhlükəsizliyi möhkəmləndirməklə yanaşı, davamlı sülhün qurulması istiqamətində ardıcıl və məqsədyönlü siyasət həyata keçirir. Beləliklə, aprel döyüşlərindən başlayan qəhrəmanlıq yolu bugün artıq bütövləşən suveren Azərbaycanın təhlükəsizliyi və sülh quruculuğunda əvəzsiz rol oynayır. Bugün Qarabağ səmasında dalğalanan üç rəngli bayraq yalnız zəfərin deyil, eyni zamanda sülhün rəmzinə çevrilərək aprel döyüşlərində atılan ilk addımların artıq quruculuq və dirçəliş mərhələsinə keçdiyini təcəssüm etdirir.